Salam əziz MİQ və sertifikasiya üzrə müsahibəyə hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə müsahibədə verilən sualların cavablarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib, şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Və onlayn kurikulum, onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 89 24 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Vaxt itirmədən keçək suallara. Sual verə bilərlər ki, Lütfüzadə kimdir və yaxud da qeyri-səlis məntiq nəzəriyyəsi deyəndə nə başa düşürsünüz? Lütfüzadə qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir və qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın bir bölməsi olub, klassik məntiq və çoxluq anlayışlarını özündə ümumiləşdirir. Və qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfüzadə tərəfindən irəli sürülmüşdür. Lütfüzadə Azərbaycanlı ABŞ alimidir və süni intellekt sahəsində bu sahədə ömürlük professor seçilmişdir və o 6 sentyabr 2017-ci ildə 96 yaşında vəfat etmişdir. Sonra sual verə bilərlər ki, PISA nədir? PISA beynəlxalq şagird qiymətləndirməsidir və bu sistem 2000-ci ildən bəri hər 3 ildən bir təşkil olunur və 15 yaşlı uşaqların oxu, riyaziyyat, təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayan bir sistemdir. PISA beynəlxalq şagird qiymətləndirməsi proqramıdır. Çox sual verilir və 2000-ci ildən bəri dediyimiz kimi tətbiq olunur. Əsasən hansı sahələr? Oxu, riyaziyyat və təbiət elmləri. Bəs TIMSS nədir? TIMSS riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramıdır və 1995-ci ildən bəri keçirilir. 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir sistemdir. Beynəlxalq araşdırmadır və tədqiqat hər 4 ildən bir həyata keçirilməkdədir. Azərbaycanda bu beynəlxalq qiymətləndirməyə ilk dəfə 2011-ci ildə qoşulubdur və bir də 2019-cu ildə bu proqramda iştirak etmişdir. Bəs PIRSS nədir? PIRSS-də oxu, yəni deməli 3 dənə qiymətləndirmə əsası oldu. PISA, TIMSS və PIRSS. Oxu bacarığının inkişafı üzrə keçirilən beynəlxalq qiymətləndirmə, beynəlxalq araşdırma və yaxud da tədqiqatdır. Tədqiqatın bu araşdırmanın əsas məqsədi odur ki, 4-cü sinif şagirdlərinin oxu bacarıqlarını qiymətləndirsin və nəticələrini digər ölkələrlə müqayisə etsin. Və tədqiqat, təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiya tərəfindən də həyata keçirilir. Və Azərbaycan bu beynəlxalq qiymətləndirmədə ilk dəfə 2011-ci ildə iştirak etmişdir. Növbəti dəfə isə 2016-cı ildə iştirak etmişdir. Özünüz də yəni araşdırın, görün növbəti illərdə nə vaxt iştirak edibsə mütləq onu da orada qeyd edin. Deməli sizə sual verə bilərlər. Beynəlxalq tədqiqatlar və yaxud da beynəlxalq qiymətləndirmələr, beynəlxalq araşdırmalar hansılardır? PISA, TIMSS, PIRSS. Bunu yaddan çıxartmayın. Sonra uşaq hüquqları günü nə vaxtdır? 20 noyabr Ümumdünya Uşaq Hüquqları günüdür qeyd eləməlisiniz. Uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayış hesab olunmaqdadır. Və burada vurğulanır ki, uşaqların hüquqları bərabərdir. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və ya milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı seçkiliyə məruz qala bilməzlər və uşaqlar valideynlərinin və onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımırlar və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Sonra bunu əsasən ixtisas, ingilis dili ixtisasına verirlər bu sualı ki, ingilis dilində readingi, yəni ingilis dilinin məzmun xəttlərindən olan readingi şagirdlərdə necə inkişaf etdirərsiniz? Siz orada vurğulamalısınız ki, məsələn, açar sözlərdən istifadə edərəm, use key reading strategies, sonra goals should be set for reading, read the words slowly, use context clue, find the view and purpose of the text vs. Expand vocabulary, read newspapers, magazines, books and articles,
concept, observation və əlavə öz fikirlərinizi də burada qeyd edə bilərsiniz ki, ingilis dilinin məzmun xəttlərindən olan reading-i inkişaf etdirmək üçün biz bunları vurğulamalıyıq. Bəs speaking-i inkişaf etdirmək üçün nə etmək lazımdır? Listen to spoken English, read aloud, learn to sing, learn to act, get into poetry, build students' vocabulary, encourage attempts to enable them to feel safe, invite them to enable them to feel free, find a conversation partner, practice with music and movies, talk to yourself. Yəni və s. Dediyim kimi bunlardan da əlavə özünüz nə istəyirsiniz deyə bilərsiniz. Yəni speaking inkişaf etdirmək üçün bu qabiliyyətlər, bu skillslər, yəni kompetensiyalar önəmlidir. Bəs writing-i, yazını inkişaf etdirmək. Deməli, reading oxu oldu, speaking danışma, writing də yazı oldu. Yəni, writing də deyir, əsasən nəyi inkişaf etdirmək lazımdır? Explain the importance of grammar and sentence structure as well as content. Write letters, provide writing prompts, create a storyboard, read before writing, create their own storybooks, give students opportunities to talk about their writing, encourage students to revise their work, explain thesis statements və s. Yəni, burada qeyd elədiklərimdən də dediyim kimi özünüz də araşdırıb bu istiqamətdə əlavə fikirlər deyə bilərsiniz. Bəs listening-i, dinləyib anlamanı formalaşdırmaq üçün nə etmək lazımdır? Uşaqlarda bunu necə improve etmək lazımdır? Limit judgments, yəni məhdudlaşdırmaq lazımdır. Bu hökmü, onlara əmr vermək. Don't interrupt. Wait for a pause to ask questions. Yəni pay attention to non-verbal cues və s. Showing that you are listening, paying attention və s. etc. Bu fikirləri vurğulamaq mütləq şəkildə önəmlidir və nəinki ingilislər, həmçinin hər kəs, hər bir ixtisas öz fənninin məzmun xəttinin o feillərini, o ifadələrinin açıqlamalarını öyrənsin. Məsələn, Azərbaycan dili oxuyub anlamı nədir, dinləyib anlamı nədir? Əvvəlki videolarımızda o haqda məlumat vermişəm. Tarixi zaman, tarixi məkan nədir, şəxsiyyət nədir, yəni tarixin məzmun xəttinə. Cəbr funksiya nədir, bu riyaziyyatın ki, yəni onu mütləq özünüzdə bir punktlar kimi hazırlayıb öyrənin. Sonra Azərbaycan heykəltaraşlarından kimləri tanıyırsınız? Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov, Mirəl Əsgər Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarovu vurğulaya bilərsiniz. Sonra sosial-iqtisadi rayonlarımız hansılardır? Bakı İqtisadi rayonu, Naxçıvan İqtisadi rayonu, Abşeron Xızı İqtisadi rayonudur, Dağlıq Şirvan, Gəncə Daşkəsən, Qarabağ, Qazax Tovuz, Quba Xaçmaz, Lənkəran Astara, Mərkəzi Aran, Mil Muğan, Şəki Zaqatala, Şərqi Zəngəzur, Şirvan Salyan. Bu ikisini üçünü bilsəniz kifayət eləyir. Əsas odur ki, orada deyəsiniz, cavab verəsiniz. Hamısını sadalamağa ehtiyac yoxdur. Və ən əsası, siz hansı bölgəyə aidsinizsə, bölgədə yaşayırsınızsa, oranı vurğulamaq mütləqdir. Sonra, alternativ enerji mənbələrinə nələr daxildir? Ölkəmizdə geniş alternativ imkanlar, enerji imkanları var və alternativ və bərpa olunan enerji mənbələri gələcəyimizin təminatçısıdır. Alternativ və bərpa olunan enerji mənbələrinə günəş, külək, geotermal enerji, kiçik su elektrik stansiyaları, dəniz qabarmaları və dalğalar, biokütlə enerjiləri aiddir. Və alternativ enerji mənbələrindən olan günəş enerjisindən dünyanın bir çox ölkələrində istifadə olunmaqdadır və evlərin damlarına və divarlarına düşən günəş enerjisindən istifadə bu evlərin sakinlərinin illik enerji tələbatını xeyli azaltmaqdadır. Məsələn, biz Gəncədən Samuxa gedəndə o yolun üstündə, Samux yolunun üstündə xeyli sayda bu panellər var, günəş panelləri var. Onlar nə qədər bu enerji tələbatı ödənilməkdədir. Və alternativ enerji mənbələrindən biri də nəqliyyat üçün alternativ yanacaqdır və bərpa olunan enerji mənbələri ilk növbədə biokütlədən alınan yanacaqdır və külək enerjisini də bura əlavə eləyə bilərik. Külək enerjisinin əldə edilməsi üçün Azərbaycanda, xüsusilə Abşeron yarımadasında da geniş imkanlar yaradılıbdır. Ölkəmizin sürətli iqtisadi inkişafını nəzərə alaraq demək olar ki, yaxın illərdə alternativ enerji mənbələrindən istifadə olunmasına ciddi addımlar atılacaqdır. Yəni buradan da göründüyü kimi əsasən günəş üzərindədir, külək geotermal enerji üzərində, kiçik seslər, dəniz qabarmalar, dalğalar, biokütlə enerjilər üzərində alternativ enerji mənbələri formalaşmaqdadır.
Sonra hər kəs öz bölgəsinin şəhid sayını öyrənsin və şəhidlərin bir neçəsinin adını əzbərləsin. Allah hamısına rəhmət eləsin. Mən Gəncəni burada qeyd eləmişəm ki, Gəncə şəhərinin Vətən müharibəsi şəhidlərinin sayı 112-dir. Bəzi yerlərdə 110 qeyd olunub. Onlardan 86-sı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 26-sı isə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması zamanı şəhid olublar. Sonra din ilə bağlı suallara 3 istiqamətdə cavab verin mütləq şəkildə. Bir, multikulturalizmi vurğulayın, bir, tolerantlığımızı, bir də dünyəvi dövlət olduğumuzu. Multikulturalizmimizi niyə vurğulayaq? Çünki bizim ölkədə yaşayan müxtəlif millətlərə, dinlərə mənsub insanların mədəni müxtəlifliyinə, birgə yaşayış qaydalarına, onların inkişaf və harmonizasiyasına dövlət səviyyəsində diqqət göstərilir. Yəni ki, multikulturalizm deyəndə nə başa düşürük? Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyətin formalaşdıran bir ifadədir. Yəni multikulturalizmin ümumiyyətlə özündə hansı faktorları birləşdirir? Eyni ərazidə yaşayan insanlar, ölkənin coğrafi mövqeyi eyni olanlar, yəni burada ümumiyyətlə humanist və demokratik nəzəri hökm sürməlidir. Yəni, tolerantlıq olmalıdır. Çünki burada beynəlxalq münasibətlər mədəniyyəti formalaşır. Çünki insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq, əməkdaşlıq formalaşması üçün cəmiyyətdə multikulturalizmin əhəmiyyətini formalaşdırmalıyıq. Yəni, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalar əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit şəkildə inkişaf edə bilməzlər. Yəni, Azərbaycan Respublikası inkişafın özəyində multikulturalizm siyasəti də dayanır. Yəni, Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Yəni, multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd eləməz əsla bizə. Çünki bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya qarşı qoymaya, qarşı durmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur və çalışmaq lazımdır ki, bu yolların qarşısını multikulturalizmlə ala bilək. Və Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələləri hal-hazırda xarici ölkələrlə bu multikulturalizm əhəmiyyətinin üzərində danışıqlar aparılır. Bu istiqamətdə daha çox işlər görülməkdədir. Yəni ki, dinlə bağlı sualı mütləq multikulturalizmə tərəf yönləndirmək lazımdır. Bəs tolerantlıq nədir? Tolere feilindən gəlibdir. Dözmək deməkdir və bu da nəyə göstərir? Yəni, Azərbaycanın tolerant dövlət olduğunu, tolerantlıq dini dözümlülük deməkdir və yəni başqa inanclara, başqa əqidələrə dözümlü yanaşırıqsa, tolerant ölkə olduğumuz göstərilir və tolerantlıq insan hüquqları və vicdanı ilə də bağlı olan bir ifadədir. Bunu prezidentimiz də vurğulayıbdır ki, Azərbaycan tolerant ölkədir. Tolerantlıq fərqliliyi, zənginliyə, müzakirələri inkişafa, ixtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas bir amildir. Yəni, hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmalıyıq, onun fikirlərinə ziddiyyət təşkil etməsinə baxmayaraq dözümlü münasibət nümayiş etdirməliyik ki, tolerantlığı anlayışını göstərə bilək. Tolerantlıq ümumiyyətlə sənin kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil qətiyyən. Əksinə onları olduğu kimi qəbul edərək yaxşı davranmağı bacarmaqdır. Bizim üçün qəbul edilməz olan başqası üçün dəyər ola bilər. Bizim üçün dəyər olan başqası üçün cəhalət sayıla bilər. Yəni, tolerantlıq bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq dinləmək, bir-birinə qulaq asmaq, empatiya qurmaq bacarığıdır. Dözümsüzlük göstərmədən qarşısındakını olduğu kimi qəbul etmək prinsipidir. Tolerantlıq qarşı tərəfin konsepsiyasını anlamağı bacarmaqdır. Dözümlükdə əsas olan bu humanizmə yol verərək onu başa düşməkdir. Tolerantlıq din və vicdan azadlığı deməkdir. Bəs dünyəvi dövlət nədir? Dünyəvi dövlət deyəndə din dövlətdən ayrıdır. Məsələn, Azərbaycanda dinlə dövlət ayrıdır. İranda elə deyil. Başqa indi hansı ölkədə deyək? Yəni, din dövlətdən bizdən ayrıdır. Yəni, şərt deyil ki, hər kəs icab taxsın, hər kəs namaz qılsın. Bizdə ayrıdır. Hər kəsin öz əqidəsi var. Hər kəs də bir-birinə hörmətlə yanaşır. Sonra, müasir dövrdə smart texnologiyası deyəndə nə başa düşürsünüz deyə bilərlər. Müasir dövrdə təlim nəticələrinin hazırlanması üçün smart texnologiyasına, smart
abreviaturasından istifadə olunur. Smartda S nədir? Spesifik, yəni dərsin təlim nəticəsi spesifik olmalıdır, doğru, dəqiq, aydın şəkildə müəyyən olmalıdır. Dərsin sonuna dək hansı bilik bacarığın əldə olunacağını göstərməliyik. M da measurable, yəni təlim nəticələri ölçülə bilən olmalıdır. Yəni təlim nəticəsi nəzərdə tutulan bilik və bacarığı qiymətləndirə bilməlidir. A isə achievable, yəni təlim nəticəsi əldə oluna bilən olmalı, əldə olunmalı olan hədəf şagirdin əldə edə biləcəyi səviyyədə olmalıdır. Nə çox çətin olmalıdır, nə də çox asan olmalıdır. R realistik, yəni təlim nəticələri ağla batan realistik olmalı, real imkanlar nəzərə alınmalıdır və mövcud resurslar öyrənmə mühiti formalaşmalıdır. T də time framed, yəni təlim nəticələrinin əldə olunmasına ayrılan vaxt nəzərdə tutur. Burada ingiliscələrini deməyə ehtiyac yoxdur. Məsələn, özüm dedim ki, o başlıq hərflər vurğulanır. Siz sadəcə mənalarını desəz kifayət edir. İngilis dilinin müəllimləri ingiliscə olanlar deyə bilər. Sonra proaktiv yanaşma və reaktiv yanaşma. Proaktiv yanaşmaya mən həmişə iPhone Pro deyirəm. Yəni o sözlə yadda salın ki, iPhone Pro müasirdir, proaktiv yanaşmada olan müəllim də müasir müəllimdir. Yəni qaydalara, prosedurlara riayət edir. Burada səmərəli həll etmə yolları yaratmış olur. Şagirdlərin diqqətini dərsə cəlb etmək üçün müəllim sakit dayanıb, heç bir irad bildirmədən şagirdlərin susmasını gözləyir, resmi mimika ilə yəni. Yalnız müəllimin işarəsi olanda danışmaq lazımdır. Problemin səmərəli həll etmə yollarını axtarırlar, prosedur, yüksək gözlənti, qaydalar yaradılır, şagirdlərə öyrədilir. Proaktiv müəllim yaranan problemlərin qarşısını əvvəlcədən alır, çünki əvvəlcədən planlı iş tutur, nəticə yönümlü. Proaktiv planlı müəllim, iPhone Pro planlı müəllimdir və müəllim işlərinin nəzarətdən çıxdığını hiss edəndə sakitliyini qoruyub işinə davam eləməlidir. Diqqətlə danışanı dinləməlidir ki, proaktiv yanaşmanı formalaşdıra bilsin. Amma reaktiv yanaşmada olan müəllim avtokratik müəllimdir, avtoritar müəllimdir. Proaktiv müəllim demokratik üslubda olan müəllimdir. Reaktiv müəllim avtoritar üslubda. Yəni gözləntisi yoxdur, plansızdır, cəzanı sevir, sərt reaksiya verir, əmr eləyir, sərt yanaşır, hətta qorxuya gəlir, plansız şəkildə sinif təşkil eləyir, problemlə üzləşəndə cəzadan istifadə eləyir, yoldaşı danışandan sonra şagirdə sual verilir, əgər cavab verməsə qiyməti aşağı salır, müəllim şagirdlərə hətta qorxu gəlir, intizamlı davranmağa məcbur eləyir, problem yaranmadan qarşısını almamalıyam deyir. Amma əvvəlcədən proaktiv müəllim əvvəlcədən plan qurur ki, belə bir problem çıxsa mən nə edərəm. Amma reaktiv müəllim əsla elə bir düşüncədə olmur. Müəllim işlərinin nəzarətdən çıxdığını hiss eləyəndə sinfi cəzalandırmağı sevir, xırda pis əməllərə diqqət yetirir, uşaqları cəzalandırır, səs tonunu qaldırır. Ümumiyyətlə şagirdlər sinifdə səs salanda onları sinifdən çıxardır, sinfi tərk etmələrini əmr eləyir. Şagird bir daha yerdən danışsa onu sinifdən xaric eləyir. Yəni bu reaktiv əmr etməyi sevən müəllimdir. Sonra valideyn qız övladının oğlan ilə əyləşməsinə qarşıdırsa nə edərsiniz? İlk öncə valideynin istəyini diqqətlə və səbirlə dinləyərəm. Sonra yenə diqqətlə və səbirlə buranın məktəb olduğunu və burada şagirdlərin qız və ya oğlan yox, onların intellektinin, bilik bacarıqlarının müxtəlifliyinin nəzərə alındığını izah eləməyə çalışaram. Və yaxud da deyə bilərsiniz ki, səbəbini öyrənib ona görə çıxış yolu tapmağa çalışaram. Belə də deyə bilərsiniz ki, valideynin fikrini nəzərə alaram, ancaq yenə də izah etməyə çalışaram ki, qız oğlan ilə oturarsa daha az, qız ilə oturarsa daha çox söhbət edəcəkdir. Belə də deyə bilərsiniz. Yəni bir neçə versiyada yazmışam ki, kim hansı versiyanı istəyir, hansı uyğunsa onu desin. Valideyni başa salmaq lazımdır ki, onlar sinifdə bacı qardaşdılar, həm də dərsdə söhbət etməyəcəklər deyə belə məsləhət bilmişik. Nəzərə alın ki, sinifdə qız-qızla və oğlan-oğlanla daha çox söhbət edir. Valideynə başa salmaq lazımdır ki, kiməsə nəyəsə qadağa qoysan ona tərəf daha çox meyilli olacaqdır. Həqiqətən də bu çox önəmlidir. Sonuncu punkta yazdığımı ən başda deməyiniz çox gözəl olar ki, həqiqətən bir uşaqda nəyəsə qadağa qoyunda ona tərəf daha çox gedir. Hər kəs də elədir. Sonra qrup işində lideri kim seçər? Qrup üzvləri öz aralarında kimi fəal görürlərsə onu seçirlər. Yəni qrup üzvləri fəal şagirdə önəm verib onu seçirlər. Lider hər zaman özünü seçdirir, fəaliyyəti ilə qurur ki, qrup iştirakçıları avtomatik onu seçirlər. Bəzən bir ideya, replika onlar üçün bəs edir. Lider hər zaman intuisiyaya güvənərək seçilir. Sonra təhsil naziri olsaydınız ilk olaraq nə edərdiniz?
Mən nitq mədəniyyəti dərsini acı tədris etdirərdim. Şəxsən mən özüm məktəbdə, mən Gəncədə 44 nömrəli məktəbdə Bağça Məktəb lisey kompleksində liseydə oxumuşam. Mən 2006-cı ildə o məktəbi bitirmişəm. O vaxta kimi biz nitq mədəniyyəti dərsi keçmişik. 6-cı sinifdən 11-ci sinifə kimi. Yəni neçənci illər edir? 2000-2006-cı illərdə, 2002-2006-cı illər. Bu illərdə biz nitq mədəniyyəti dərsi keçmişik, amma təəssüf ki, hal-hazırda o həmin dərs yoxdur. Biz Füzulinin şeirlərini, Nizaminin şeirlərini öyrənirdik, əzbər. Həftədə 2 dəfə keçirdik. Amma təəssüf ki, indi yoxdur. Məktəb psixoloqlarının işinə əhəmiyyət verərdim. Onlara dərs saatı verib diaqnostikdən keçənlərin maaşını artırardım. Almaniyada, Finlandiyada şagirdlərə ev tapşırığı verilmir. Yalnız kiçik tapşırıqlar verilir ki, uşaq valideynsiz edə bilsin. Valideynin borcu uşağa ev tapşırığı elətdirmək deyil, məktəbdən sonra övladı ilə vaxt keçirməkdir. Yaponiyada uşaqlar 10 yaşına qədər heç bir imtahana girmirlər, çünki o yaşa qədər uşaqlar ən həssas yaş dövrlərini, uşaqlığını yaşayırlar. Dərslərdə 10 yaşına qədər olan uşaqlara yaxşı bir insan olmaq, vətənə, millətə bağlılığın önəmi öyrədilir. Sağlam bir şəxsiyyət olmaları üçün təhsil verilir. Dərnəklər, əlavə kurslar elə məktəbin tərkibində olmalıdır deyə düşünürəm. Yəni mən elə edərdim. Valideyn yollara vaxt sərf eləməməlidir. Bunun üçün hər sinfin təmizlik komitəsi olmalıdır. Uşaqlar özləri öz siniflərinin təmizliyini nəzarət etməlidir. Bizim vaxtımızda məktəbdə növbətçi olurdu. Hər həftə bir neçə nəfər növbətçi olurdu, təmizləyirdi. Yəni belə bu məqamları yenidən vurğulamaq mütləqdir. Kitab və dərsliklərin daha sadə, uşaqların yaş səviyyəsinə uyğun və başa düşülən olmasını təmin edərdim. Şagird və tələbələrin nəzəri biliklərdən daha çox praktikanın mənimsənilməsinə geniş yer verməyə üstünlük verərdim. Çünki ən dəyərli və ən bağlı şey praktikadır. Bəli, həyatda bir şeyi həyatda tətbiq edəndə daha yaxşı yadda qalır. 100 dəfə sən onu oxu ki. Orta məktəblərdə sinifdəki fəaliyyətlərə görə valideynlərin məsuliyyətə cəlb edilməsini təmin edən qərarlar qəbul edərdim. Valideynlərin üzərinə ən azı müəllimlərin üzərinə qoyulan yük qədər yük qoyardım. Çünki şagirdlərə onların valideynləri də cavabdeh olmalıdır. Orta ixtisas təhsili olan müəllimlər üçün qiyabi təhsili əlçatan edərdim. Məktəblərə verilən dərslikləri normal qaydaya salardım ki, şagirdlər repetitor yanındakı hər şeyi əhatə edən kitabları məktəblərdə də görüb, oxuya və yararlana bilsinlər. Sizlər də öz fikirlərinizi əlavə edə bilərsiniz. Sonra özünüzün unikal cəhətinizi qeyd edin deyə bilənlər, daima axtarışda olmağı, yeni öyrənmə üsulları kəşf etməyi, işləri planlı həll etməyi, yeni şeylər öyrənməyi sevirəm. Təmkinli və səbirli olduğum üçün hər hansı problem yarananda və bir situasiya ilə qarşılaşanda dərhal çıxış yolu axtarmağa çalışıram. Hər hansı bir işlə məşğul olarkən klassik Azərbaycan və Avropa bəstəkarlarının musiqisini dinləmək mənə xüsusi zövq verir. O zaman işlərimi daha həvəslə yerinə yetirəm. İnşallah, yəni düzdür, burada inşallah qeyd eləmişəm, amma çalışın orada vurğulamayın. Ümid edirəm deyə bilərsiniz. Ümid edirəm gələcəkdə müəllim adı qazanandan sonra musiqi dərslərində şagirdlərimin estetik zövqünü, dünya görüşünü və yaxud da müəlliməmsə, hal-hazırda müəllimsinizsə deyə bilərsiniz ki, müəllimlik fəaliyyətimdə uşaqların dünya görüşünü inkişaf etdirmək üçün bu cür tərbiyəvi əhəmiyyətli musiqilər səsləndirəcəyəm. Bunu musiqi müəllimləri də desə daha gözəl olur. Zehnim yorğun olanda şəkil çəkmək və ip ilə nəyisə toxumaq mənim üçün istirahətə bərabərdir. Dərsdə vacib olan bəzi məqamları insan adları ilə kodlayıram, o zaman yadımdan çıxmır. İnsanlara kömək etməyi sevirəm. Bu mənə mənəvi rahatlıq bəxş eləyir. Əsərləri canlandıraraq yadda saxlayıram. Bir növ yaddaşımda səhnələşdirirəm. Yeni əldə etdiyim bilikləri beynimdə vizuallaşdıraraq daha yaxşı qavrayıram və yadda saxlayıram. Öyrənmək istədiyim yeni məlumatı dəftərə qeyd edərək öyrənəndə beynimə həkk olur. Və yaxud da istifadəyə yararsız vasitələri istifadəyə yararlı başqa vasitələrə çevirə bilməyi sevirəm. Bunu səbr və təmkinlə sevərək eləyirəm. Məsələn, muncuq və lentlərdən yaradıcı işləri görmək, artıq yaramayan qida qablarından güllər üçün bəzəkli dibçəklər hazırlamaq mənim hobbimdir. Dərsdə situasiyalara uyğun atalar sözləri, məsələlər işlətməyi sevirəm. Yəni, hər kəs öz ixtisasına uyğun əlavə unikal cəhətlərini vurğulaya bilər. Burada bir neçə dənə ixtisasa sahib olan müəllimlərin düşüncələrini bir yerə toplamışıq. Yəni ki, hər kəs öz düşüncəsini burada vurğulaya bilər.
Sonra Xankəndi haqqında sual verə bilərlər. Azərbaycan Respublikasının şəhəridir. 91-ci il dekabrın 26-sında Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan və 2023-cü ildə təkrar Azərbaycan nəzarətinə keçənə qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı olmuşdur. Və paytaxt Bakıdan 329 kilometr uzaqlıqda yerləşir və 8 noyabr 2023-cü ildə şəhərdə 2-ci Qarabağ müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi paradda keçirilmişdir. Özünüz əlavə fikirlərdə vurğulaya bilərsiniz. Sonra Xocalı haqqında soruşa bilərlər. Azərbaycanda olan bir şəhərdir. Xocalı rayonunun inzibati mərkəzidir. 92-ci il 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. 2-ci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üç tərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya sülh məramlı kontingentinin nəzarəti altında olubdur və 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olmuşdur və Yevlax rayonunda keçirilən danışıqlar nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçmişdir və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaltmışdır. Sonra niyə işğaldan azad olunan yerlərdə işləmədiniz və yaxud da işləməyi seçmirsiniz? Oranı seçmədiniz. Siz deməlisiniz ki, Azərbaycan hər bölgəsi mənim üçün doğmadır. Mənim üçün heç bölgənin fərqi yoxdur. Ölkəmizin hər bir yerində müəllim kimi fəaliyyət göstərməyə həmişə hazıram deməyiniz mütləqdir. Sonra empirik dərs nədir? Empirik dərs görəndə ümumiyyətlə bilin ki, tədqiqata, təcrübəyə, praktikaya əsaslanan dərslər empirik dərslər hesab olunur. Yəni ətraf aləmin təcrübə yolu ilə dərk edilməsi burada ön planda durur. Bu metodun da əsas əhəmiyyəti odur ki, o ətraf aləmi dərk etmək üçün ən etibarlı alət sayılan insanın duyğu orqanlarının fəaliyyətinə əsaslanır. Yəni hissiyata əsaslanan metodla adlanır. Bu metodla əldə edilən məlumatlar nəzəri yolla əldə olunan məlumatlardan daha çox etibarlıdır. Yəni ki, empirik metod praktika ilə əldə olunan biliklərin daha qalıcı olduğunu, daha uzun müddətli olduğunu vurğulayır. Sonra homogen və heterogen qruplar nədir? Homogen odur ki, eyni səviyyədə olan uşaqlardan təşkil olunan qrupdur. Yəni hamısı 3 qrup yaradıram. Birinci qrup hamısını zəifdən yığıram, ikinci qrup hamısını ortadan, üçüncü qrup hamısını güclü uşaqlardan yığıram. Heterogen qrup isə qarışıq qruplardır. Yəni ki, müxtəlif qruplar. Heterogen qruplar mütləq şəkildə ön planda olmalıdır. Yəni hər qrupun içində həm zəif, həm orta, həm güclü səviyyədə olan uşaqlar olmalıdır. Homogen qruplar ənənəvi təlimdə istifadə olunur. Heterogen qruplar müasir təlimdə, kurikulum sistemində istifadə olunur. Çünki bir qrupun içində həm zəif, həm orta, həm güclü səviyyəli uşaqlar olmalıdır ki, diferensial təlim formalaşsın, təhsildə bərabər imkanlar yaradılsın və inklüzivlik özündə əks olunsun. 5Y modeli nədir? Tədris prosesində sorğu və araşdırma əsaslı təlim 5Y modelindən istifadə etməklə də həyata keçirilir. 5Y modeli, yəni ki, 5Y hərfindən başlayır. 1 maraq oyatma, 2 araşdırma, 3 izah etmə, 4 möhkəmləndirmə, 5 qiymətləndirmə. Maraq oyatma, araşdırma, izah etmə, möhkəmləndirmə, qiymətləndirmə. 5Y modelində bunlar öz əksini tapıb. Sonra müəllimin aparıcı pedaqoji qabiliyyətləri didaktiklik və təşkilatçılığıdır. Didaktiklik odur ki, müəllim didaktikası, yəni aydın, anlayışlı şəkildə fikrini çatdırıb izah eləməlidir. Təşkilatçılıq odur ki, yəni kollektivi təşkil eləsin, düzgün kollektiv. Məsələn, bir dəfə müsahibədə sual vermişdilər ki, müəllimin yeni şənliyin keçirməsi onun hansı qabiliyyətinə əsaslanır? Əlbəttə ki, təşkilatçılığına. Çünki kollektivi təşkil edə bilir. Təşkilatçılıq qabiliyyətini ön planda tutur. Ünsiyyəti, yəni əsas didaktika ilə təşkilatçılığı ön planda olmalı. DT ilə yadda saxlayın. Kommunikativ qabiliyyət, yəni ünsiyyət qabiliyyəti ön plandadır. Perseptiv qabiliyyət odur ki, uşaqların daxili aləmini görə bilir. Suggestiv qabiliyyət odur ki, iradi emosional təsiri bağışlaya bilir. Əsas bunlardır. Digərləri düzdür, onlar da oxuyarsınız, amma əsas bu dediklərim kifayət edir. Didaktika ilə təşkilatçılıq daha ön plandadır. Sonra
Suggestiv qabiliyyət nədir? Suggestiv qabiliyyətdə incə vurğuladıq ki, müəllimin şagirdlərə iradi emosional, yəni şagirdlərə emosional yolla təsiridir. Müəllim bu qabiliyyət sayəsində şagirdə verdiyi tapşırıqların yerinə yetiriləcəyinə əmin olur. Yəni belə qabiliyyət nəticəsində müəllim şagirdə verdiyi hər hansı bir tələbin yetirilməsinə nail olur. Suggestiv qabiliyyətlər müəllimdə iradənin inkişafından, özünə qarşı dərin inamdan asılıdır. Burada söhbət müəllimin şagirdləri sakitcə sıxışdırmadan, kobudcasına məcbur etmədən, hədələmədən öz tələb və tapşırığını irəli sürməsi və ona nail olmasından gedir. Yəni success sözü uğur əldə etmək sözündən götürülür. Sonra keçirdiyiniz valideyn iclasına bəzi valideynlər gəlmir. Onları necə cəlb edərsiniz? Ümumiyyətlə valideynlərlə olan korporativ münasibətləri möhkəmləndirmək üçün bir neçə strategiya var. Bunlardan bəzilərini sadalayaq. 8 dənə strategiyadır. Gəlin onlara baxaq. 1-ci, salamlama məktubu. 2, valideynlərlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmaq. 3-cü, şagirdin irəliləyişi haqqında qeydlər göndərmək. 4-cü, sinif saytının və ya xəbər bülteninin yaradılması. 5-ci, pozitiv valideyn iclası keçirmək. 6-cı, pozitiv məzmunu zəng etmək, e-mail göndərmək, mesaj göndərmək və 7-ci, formativ dəftər qeydləri. 8-ci isə valideynin sinif fəaliyyətlərinə qatılması. Deməli, müəllim, valideyn arasında münasibəti tənzimləmək üçün bu 8 dənə strategiyanı əzbər bilmək lazımdır. Salamlama məktubu göndərməliyik, valideynlərlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmalıyıq, şagirdin irəliləyişi haqqında qeydlər göndərməliyik, sinif saytının və ya xəbər bülteninin yaradılmasında iştirak etməliyik, pozitiv valideyn iclası keçirməliyəm, pozitiv məzmunlu zəng, e-mail, mesaj təşkil etməliyəm, formativ dəftər qeydlərim olmalıdır və valideynin sinif fəaliyyətinə qatılmasına zəmin yaratmalıyam. Bəs müəllim nə zaman peşəsindən imtina eləyər? Əsl müəllim heç vaxt peşəsindən imtina etməz. Çünki əsl müəllimin qəlbi hər zaman elm öyrətmə eşqi ilə döyünür. Əgər bunun əksi bir hal olarsa, o zaman həmin şəxs müəllimliyi yox, müəllimlik peşəsi məhz həmin şəxsi özündən uzaqlaşdırmış olacaqdır. Çünki müəllim olmaq müqəddəs peşəyə sahib olmaq deməkdir. Əsl müəllim öyrətməkdən və öyrənməkdən heç vaxt imtina etməz deyə vurğulamaq lazımdır. Uşaqlara hansı verilişlərə baxmağı məsləhət görərsiniz? Əlaçı, milyonçu, brain ring, bunları məsləhət görərəm. Bir də özünüzün zəif tərəflərinizi qeyd edin. Bunu əvvəlki videoda da demişdim, amma burada əlavə eləmişəm ki, kitab oxuyanda tələsirəm, dağınıq kitablar xoşlamıram. Bax, bunlar da əlavə. Kin tuta bilmirəm, kitab dəftərə şagirdlərə daha çox vaxt ayırıb özümə vaxt ayıra bilmirəm, kitab oxuyanda tələsirəm. Yəni mənfi bir şeyinizi müsbət bir hal kimi vurğulamış olsunuz. Görürsünüz, kitab oxuyanda tələsirəm. Tələsirəm düzdür, mənfi bir halda, amma kitab oxumanız müsbət olduğu, müsbət bir məqam burada vurğulayırıq. Dağınıq kitab xoşlamıram. Yəni o qədər kitab oxuyuruq ki, dağınıqdır. Yəni mənfini müsbət hal kimi vurğulayın. Sonra valideynlərlə düzgün münasibət qurmaq üçün nələrə diqqət yetirməliyik? 5 dənə məqam var burada. Təşəbbüsü ələ almalıyıq, təkidli, israrlı olmalıyıq, ailə ilə empatiya yaratmalıyıq, yəni özümüzü ailənin yerinə qoymalıyıq. Məxfiliyi qorumalıyıq, konfidensiallığı, yəni valideyni anladığımızı göstərməliyik. Deməli, valideynlə düzgün münasibət qurmaq üçün nəyə diqqət yetirdik? 5 dənə məqama. 1. Təşəbbüsü ələ almaq, təkidli olmaq, ailə ilə empatiya yaratmaq, məxfiliyi qorumaq və valideyni anladığımızı göstərmək. Sonra 2 şagird mübahisə eləyir. Necə müəyyən edərsən ki, kim haqlıdır? 2 şagird mübahisə edən zaman kimin haqlı, kimin haqsız olmasından daha önəmli münasibətin mənfiyə doğru getməsinin qarşısını almaqdır deyə vurğulamalısınız. Golemanın emosional intellekt nəzəriyyəsinin münasibətlərin idarə edilməsi komponentinə görə müəllim mütəmadi olaraq dərs müddətində şagirdlərdə özünü dərk, özünü idarə etmə, empatiya, motivasiya kimi fikirlər formalaşdırmalıdır ki, münasibətlərin idarə olunmasında müsbət nəticə əldə eləsin. Əks təqdirdə bu cür mübahisələrin sayı artacaq və sinifdə xaos hökm sürəcəkdir. Mütləq bunu belə vurğulamalısınız. Ümumiyyətlə, belə məqamlar həmişə Goleman baba ilə əlaqələndirin. Golemanın emosional intellekt nəzəriyyəsi mütləq şəkildə önəmlidir. Oxumayıbsınızsa mütləq onu oxuyun. Mənim ən sevdiyim nəzəriyyədir. Orada yəni bütün dərslər bu situasiya tipli psixoloji suallar hamısı Goleman baba ilə əlaqələnir. Sonra aqressivliyin qarşısını necə almaq olar? Birincisi, hər şeydən əvvəl aqressivliyə səbəb olan amilləri müəyyən etmək lazımdır. Psixoloqdan yardım istənsə daha yaxşı olar.
İkinci olaraq enerjisini boşalda biləcəyi alternativlər, idmanla və ya musiqi ilə məşğul olması təklif olunmalıdır. Üçüncüsü, aqressivliyi ilə öz məqsədinə nail olmağa imkan verilməməlidir, çünki mənfi fəsadlar ola bilər. Dördüncü isə aqressivliklə cavab verməyən, əksinə söhbət etməli və qəti şəkildə fiziki gücə yol verməməlisiniz. Yəni aqressivliklə cavabını verməməlisiniz. Enerjisini boşalda biləcəyi alternativləri idman, musiqiyə yönləndirmək lazımdır. Lazımdırsa psixoloqla da söhbət olunmalıdır. Kurikulum sistemindən məmnunsunuzmu? Bəli, çünki müasir təhsil sistemini tam formada özündə əks elətdirir. Bizim bu sistemlə uzlaşmağımızda büdrəmələr olsa da, əlimizdən gəldiyi qədər qarşısını almağa və bərpa etməyə çalışmalıyıq. Çünki tələb yönümlülük prinsipinə görə hər dövrün öz tələbi var və olduğumuz dövrün bütün tələblərinin cavabı da kurikulum sistemində müsbət şəkildə öz əksini tapmışdır. Bəli, yəni həqiqətən də kurikulum sistemi çox əla bir sistemdir. Sadəcə bizim ondan uzlaşmamız biraz çətindir. Şagird yönümlülük prinsipində şagirdlərin maraq tələbatı ön planda tutmağımızı biz tamam başqa, yəni təhsildə tamam başqa cürədə cərəyan olunur ki, şagirdlərin dedikləri qanundur, müəllim arxa planda qalır. Xeyr, müəllim də ön planda qalır. Sadəcə şagirdlərin maraq tələbatını qarşılanması o demək deyil ki, şagirdin dediyi qanundur. Xeyr, şagirdin marağına uyğun dərs qurulmalıdır. Yəni bizim sadəcə cəmiyyətdə, təhsildə o başqa cürə cərəyan eləyir həmən fikirlər. Xeyr, müəllimin çalışmaq lazımdır ki, kurikulum sistemini tam dərinliyi ilə mənimsəyə. Həqiqətən də yəni bu yeni hazırlaşan müəllimlər, yeni müəllim olan namizədlər çox şanslıdırlar. Artıq kurikulumu mənimsəyiblər. İstər-istəməz onlar onu tətbiq eləyəndə büdrəməyəcəklər. Əksinə bildiklərini tətbiq eləyəndə daha yaxşı qavramış olacaqlar ki, deməli bu buymuş, bu buymuş, bu da buymuş. Oxuduqlarını bayaq dediyimiz kimi nəzəri bilikləri praktik olaraq həyata keçirəndə empirik metod, yəni həyata keçirəndə onda daha yaxşı yadda qalacaqdır. Ona görə məsələn müəllim işləyənlər yeni namizədlərdən daha təmkin olurlar, daha çox özünə güvənirlər. Çünki bilirlər qaydanı, bilirlər strategiyanı, bilirlər məktəbdə nəyi necə eləyirlər. Yəni adam işlədikcə bir növ pişir. Sonra sinifdə demokratik mühiti necə yaradarsınız? Demokratik mühit azad düşüncənin formalaşdığı mühitdir. Yəni azad düşüncənin olduğu mühit də yaradıcı və sağlam mühit formalaşdırır. Müəllim və şagirdlər üçün inkişafa xidmət edən bu demokratik mühit sağlam düşüncələrin təşəkkülünə, yaradıcı qabiliyyətin inkişafına, fikir və ideyaların sərbəst irəli sürülməsinə şərait yaradır. Eləcə də məktəbə inamı artırmış olur. Yəni nə qədər ki demokratik mühiti, azad düşüncəni doğru şəkildə formalaşdırsaq, bir o qədər də istədiyimiz nəticəni əldə edəcəyik. Şagird müxtəlifliyini necə nəzərə alarsınız və yaxud da şagirdləri öyrənməyə necə həvəsləndirərsiniz? Differensial təlim, təlimdə bərabər imkanların yaradılması, inklüziv təhsil tətbiq olunduğu siniflərdə şagird müxtəlifliyi nəzərə alınmış olur və bu addımla da şagirdlər arasında ayrı seçkiliyin qarşısı alınmış olur. Həmçinin onlarda dərsə qarşı da maraq, motivasiya formalaşmış olur. Nə qədər ki, düzgün şəkildə differensial təlimi, bərabər imkanların yaradılmasını, inklüzivliyi doğru şəkildə tətbiq eləsək, şagirdləri həm həvəsləndirəcək, həm də şagird müxtəlifliyini, yəni heterogen qrupları nəzərə almış olacaq. Sonra sinxron təlim nədir? Sinxron təlim onlayn dərslər, onlayn canlı dərslər özündə birləşdirir, öyrənmə prosesini hər kəs eyni zamanda cəlb olunur. Bu tədris əvvəlcədən təyin olunmuş vaxtda cədvəl üzrə həyata keçirilir və rəy sürətli və vaxtında verilir. Sonra 2023-cü ildə Erməni Silahlı Qüvvələri atəş açdılar və nəticədə hansı torpaqlar alındı? Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaltdı. Nə vaxt oldu? 2023 oktyabrın 15 harda oldu? Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə. Və 2023-cü noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən zəfərin 3-cü il dönümünə həsr olunan hərbi parad keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev paradda çıxış eləyərək bu cür sözləri vurğulamışdır ki, bu günü bizə bəxş edən müzəffər silahlı qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu böyük tarixi hadisədir. Deməli, 2023-cü ildə hansı torpaqlar alındı? Xankəndi, Xocalı, Xocavənd və Ağdərə.
Sonra sinifə daxil olduqda bir neçə şagirdin dərsdə olmadığını görsəniz nə edərsiniz? Sinif nümayəndəsindən soruşmaq lazımdır, sinif rəhbərindən maraqlanmaq lazımdır, lazım gələrsə müdiriyyətə xəbər verilməlidir ki, valideynlərinə məlumat versinlər, səbəbini soruşsunlar. Sonra məktəbdə sizi nə sevindirə bilər? Əlbəttə ki, şagirdlərimin uğurları, müəllim-valideyn münasibətinin inkişafı, müəllim-şagird arasında münasibətinin düzgün tənzimlənməsi, effektiv ünsiyyəti qurulması, pozitiv münasibətin formalaşması, düzgün motivasiyanın təşkil olunması, şagirdləri də öyrətdiklərimi düzgün şəkildə refleksiya olunması, bunlar hamısı məni sevindirən məqamlardır. Sonra qiymətləndirmə meyarlarını niyə öncə yazıbsınız? Ümumiyyətlə rubrik bilirik ki, 3 hissədən ibarətdir. 1 meyar, 2 keyfiyyət səviyyəsi, 3 meyarlara uyğun keyfiyyət səviyyələrinin təsviri. Rubrik şagirdin öyrənmə fəaliyyətini keyfiyyətli şəkildə tətbiqinə kömək edən bir məqamdır və rubrikdəki meyarları təlim nəticəsinə uyğun şəkildə qeyd etməliyik və qiymətləndirmə prosesində aparılan meyar dərsin məqsədinə uyğun olmalıdır. Ölçülə bilən və izlənilə bilən olmalıdır. Yəni smart texnologiyasına uyğun olmalıdır. Çünki meyarlar dərsin məqsədinə xidmət etməlidirlər və bu səbəbdən də alt standartdan dərsin məqsədi çıxarılır. Deməli, qiymətləndirmə meyarları niyə vəcədən oldu? Çünki dərsin məqsədinə xidmət edirlər və ya da təlim nəticəsinə xidmət edirlər. Sonra icmal hazırlamalısınızmı? Bəli, hər bir müəllim dərsə bir gün əvvəldən hazır olmalıdır və icmalını da hazır etməlidir ki, yəni proaktiv müəllim olduğu görünsün. Reaktiv yox. İcmalı hazırlayan proaktivdir, hazırlamayan reaktivdir. Müəllim olaraq hansı saytlardan araşdırma aparırsınız? Teaching for Change, Funbrain, Read, Write, Think, Better Lesson, Education.com, Education World, Kennedy Center Education, Science Body, Studied, Planbook Mobile, Nearpod və s. Yəni bunları desəniz kifayət edir. Bu saytlardan araşdırma aparım. Həqiqətən super saytlarda özünüz araşdırıb baxa bilərsiniz. Education.com-da çox gözəldir. Mən çox ondan istifadə edirəm. Sonra qiymətləndirmə üsulları hansılardır? Yoldaş qiymətləndirməsi, özünü qiymətləndirmə, müşahidə, rubriklər, işıq for, BİBÖ, çıxış bileti, 3-2-1, şagird jurnalı, düşün, paylaş, bölüş, klaster, layihə, şifahi sorğu, test, açıq suallar, hətta klasteri yazmamışam, onu da deyə bilərik. Diaqnostik qiymətləndirmədə BİBÖ klasterdən, hətta aksiyondan da istifadə olunur. Bax, onu qeyd eləməmişəm. Deyə bilərsiniz, aksiyonu klasterdə. Sonra həyəcan və təşvişin insanda nə kimi müsbət və mənfi nəticələr buraxa bilər? Təşviş, yəni həyəcan, insanların qavradıkları və ya gözlənilən stres və ya təhlükəyə cavab olaraq hiss etdikləri bir duyğudur və bu emosiya narahatlıq, qorxu və gərginlik kimi özünü göstərə bilər və bu intensivliyi yüngüldən şiddətliyə qədər də dəyişə bilər təəssüf ki. Və təşviş əslində normal bir reaksiyadır və enerji verərək və diqqətinizi cəmləməyə kömək edərək stresin öhdəsindən gəlməyə asanlaşdıra bilir. Təşviş, streslə qarşılaşanda orqanizmin verdiyi təbii və kontrol edilə bilməyən bir reaksiyadır və bu vəziyyət narahatlıq, qorxu, gərginlik kimi duyğuların birdən-birə və şiddətli şəkildə yaşanmasına səbəb olur və təşviş halında qan təzyiqinin yüksəlməsi, ürək döngüsünün sürətlənməsi, tənəffüs ritminin dəyişməsi və soyuq tərləmə kimi simptomlar meydana gəlir və həddindən artıq həyəcanlanmaya səbəb olan bəzi amillər də var bu həyəcan nəticəsində. Səhv etmək qorxusu, inamsızlıq, uşaqlıqda yaşanan travmalar və s. Yəni insan öz səyi ilə həddindən artıq həyəcanı müəyyən qədər azalda bilər və fərdin həddindən artıq həyəcana qalib gələ bilməsi üçün səydən başqa bəzi təcrübə və üsulları düzgün tətbiq eləməsi lazımdır. Həyəcan və streslə mübarizə aparmağın bir çox yolu var. Məsələn, həyəcanı mürəkkəb bir quruluşa çevirməməliyik, öz güvənsizliyimizi aradan qaldırmalıyıq, səhv etmək narahatlığımızı kənara qoymalıyıq, keçmiş travmaları unutmalıyıq ki, bu bizi gələcəyə doğru düzgün istiqamətlənməyimizə kömək eləsin. Yəni müsbət tərəfləri odur ki, təcrübə qazanmış oluruq, onun üzərində təcrübə qazandan sonra daha dik oluruq. Mənfi nəticələr odur ki, istərsəməz bizdə bu travmalar qoya bilər. Sonra Azərbaycanın xarici vətəndaşa 3 sözlə izah eləyin.
Mən burada çox söz yazmışam. Kim nə istəyir deyə bilər. Qonaqpərvər, humanistik, tolerant xalqıq, qədim qüdrətli tarixə malik dövlətik, maddi və mənəvi zənginliklərə malik ölkəyik, 9 iqlim tipi var. Baxın, çox adam qurşaq deyir, qurşağımız yox. 9 iqlim qurşağı olsa gərək bütün kainatı biz əhatə edək. 9 iqlim tipi var, neft ölkəsi, Qarabağ müharibəsi, bunları demək kifayət edir. Laçın dəhlizi nə vaxt çəkilib? 1992-ci ilin mayında çəkilib. Məqsəd Qondarma Dağlıq Qarabağ Respublikasının Ermənistana yardım etməsi, yəni ərzaq yardımı olubdur. Qarabağ əhalisi bu dəhlizi həyat xətti elan ediblər. 19 noyabr 2020-ci ildə buraya sülh məramlılar yerləşdirildi və 26 avqust 2022-ci ildə tamamilə Azərbaycan ordusu burada yerləşdirildi. Asinxron təlim nədir? Bəs asinxron təlim bu tədris növündə şagirdlər təlim prosesinə müxtəlif vaxtlarda və müxtəlif məkanlarda qoşula bilər. Şagirdlərə tapşırıq verilir və verilən tarixədək istənilən vaxt onların təhvil verilməsi tələb olunur və şagirdlər tapşırığın nə vaxt yerinə yetirilməsində sərbəstdirlər. Rəyin alınması burada vaxt ala bilirlər. Yəni burada məsələn, aşağı siniflər üçün bu uyğun olmayan bir təlimdir. O aşağı siniflər üçün sinxron uyğundur. Asinxronda isə, yəni loru dilinə deyək ki, sinxronda sən kompüterin qarşısında canlı oturub müəllimi qulaq asırsan. Asinxrondur ki, müəllim dərs atır, sən özünə uyğun olan vaxtda oturub onu dinləyirsən. Sonra buzqıran strategiyası deyəndə nə başa düşürük? Şagirdlər arasında olan buzları əritmək, münasibətləri formalaşdırmaq deməkdir. Yəni empatiya yaratmaq üçün buzqıran strategiyasından istifadə olunur. Bu da Golemanın emosional intellekt nəzəriyyəsində olan komponentlərdən biridir. Komponent, yəni empatiya komponentində olan bir strategiyadır. O zaman şagirdlər bir-birini daha yaxşı tanıyırlar, yəni buzqıran strategiyasında daha yaxşı anlayır və özlərini bir-birinin yerinə qoya bilirlər. Şagird öz-özlüyündə sinif yoldaşımın yerində olsam nə edərdim deyə düşünməyə başlayırsa, deməli buzqıran strategiyasından düzgün şəkildə istifadə olunmuşdur. Bu qədər, uğurlar. Görüşərik.